geldiniz. Hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz. Biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl şəhəri olan Ağsu şəhərindəyik. Ağsu şəhəri hər zaman qonaqpərvərliklə, ziyalıları ilə, görkəmli şəxsiyyətlərlə ölkədə sevilib və seçilibdir. Bugünkü gündə bizim qabaqcıl və nümunəvi şagirdlərdən birini sizlərə təqdim edirəm. Bir müddət əvvəl təqaüddə olan müəllimlər, qabaqcıl müəllimlər çəkdik. İndi qabaqcıl və nümunəvi şagirdlərdən birini sizlərə təqdim etmək istəyirəm. İlk balamız xoş gördük. Adın soyadın nədir? Aqil Bünyatov. Aqil Bünyatov. Çox gözəl. Neçə sinifdə oxuyursan? 6-cı. 6-cı sinifdə. Çox gözəl. Hansı məktəbdə oxuyursan? 3 sayı tam orta məktəb. Ağsu şəhər 3 saylı tam orta məktəb. Hansı şəhərin adını daşıyır? Hansı şəhərdən onların? Eyşə Musayev. Çox gözəl. Allah rəhmət eləsin bütün şəhidlərimizə və o cümlədən də qazilərimizə can sağlığı versin. İgid balamız, biz bildiyimizə görə məktəbdə həm də dərslər əlavə başqa idman növlərlə məşğulsan. Hansı idman növlərlə məşğulsan? Güləş. Güləş. Neçə ildir gedirsən? 2. 2 ildir gedirsən. 2 il ərzində yəqin ki, nailiyyətlərin olubdur. Klublar arasında, rayonlar arasında güləşlərin olubdur. Qalib gəlmisənmi? Bəli. Dəfələrlə qalib gəlmisən və məktəbdə dərslərini necə oxuyursan? Normal. Gələcəkdə hansı peşən sahibi olmaq istəyirsən? Polis. İnşallah arzu edilir gələcəkdə ən yüksək balla ali məktəbə qəbul olasan və inşallah polis olasan, vətənimizin başına düzələcəksən. Sənə uğurlar dilərik, nailiyyətlər dilərik. İgid balamız, sənin işlərində, sənin gələcək karyeranda ancaq yüksək nailiyyətlər dilərik sənə. Uğurlar olsun, nailiyyətlər olsun. Hansı müəllimləri sevirsən? Məktəbdə ən çox sənin üçün əziyyət çəkən müəllimlər hansılardır? Sumuzər müəllimə, Hüviyyət müəllimə, Qəndab müəllim. O müəllimlərin hər birinin öz adımızdan dərin təşəkkür bildiririk, minnətdarlıq bildiririk. Və o gün olsun ki, inşallah sən vətəninizin başınıza eləsin. Təhsil müəllimlərini deyil, həm də kəndinizin, rayonunuzun başınıza eləsin inşallah. Uğurların bol olsun. İgid balamız, atanın adı nədir? Paris. Parisdə nə işlə məşğuldur? Qəssab. Qəssabdır. Gecə gündüz əziyyət çəkir, yuxusuz qalır. Sizin yaxşı təhsil almaq üçün əlindən gələni əsirgəmir. Ona görə atana da dərin təşəkkür bildirirəm. Ananın adı nədir? İlahə. İlahə xanım da gecə gündüz sizin təhsil almaq üçün, sizin vətənimizin gələcəkdə dəyərli vətəndaşı olmaq üçün əlindən gələn həm tərbiyə edir, həm təhsillə bağlı xidmətləriniz məşğuldur. Ona da sağ olun deyirik. Bu günlərin 2025-ci il 19 aprel tarixidir. Bizə nə söz verirsən? Gələcəkdə vətənimizin başımıza etməyə, bayrağımızı yüksəklərə qaldırmağa söz verirsənmi? Hə. Söz verirsənmi ki, inşallah təkcə atan-anan deyil, həm də bayrağımız, vətənimizin başımıza eləyəsən. Evet. Biz də sənə söz veririk ki, hər zaman sənin uğur və nailiyyətlərini işlandıracağıq. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Təşəkkürlər, təbrik edirəm. Sağ ol.